Yəni Allah Teala qulunu mükafatlandırandır. Yəni az bir əməli Allah Teala böyüdərək mükafatlandırır. Necə ki bir hədisdə də gəlir ki, sizdən biri bir xurmanı sədaqə verərsə, Allah Teala onu sağ əli ilə qəbul edir və onu böyüdür. Necə ki sizdən bir dəvənin balasını böyütdüyü kimi Allah Teala onu böyüdərək dağ qədər edər və sonra qəbul edər. Yəni xurma kimi yox, dağ qədər olduqdan sonra qəbul olur. Demək, əgər biz əməl edir və onun ləzzətini duymuruqsa, onun şirinliyini duymuruqsa və müvəffəq olmuruqsa, özümüzü qınamalı, yəni özümüzün atdığımız addımları ittiham eləməliyik ki, deməli addımlar düzgün deyil. Yəni səyimiz və yaxud da qəlbdə olan o sidq, doğruluq düzgün deyil. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, "Ustuqillah yasduqqa." Yəni sən Allahla sadiq ol ki, Allah Teala səninlə sadiq olsun. Əgər insan Rəbbi ilə davranışında sadiq olarsa, yəni xeyirlər, bərəkətlər ona axıb gələr. Demək gəlmirsə, deməli problem hardadır? Bizim çalışmağımızda və niyyətimizdə.